Azerbaycan'dan Azerbaycan Türk Ocağı Başkanı Profesör Doktor Sayın Doktor Akif Aşırlı Veliyev sunacaklar. Konusu Azerbaycan milli mücadelesinde Bozkurt fenomeni. Buyurun Sayın Aşırlı. Değerli toplantı iştirakçıları, Türk dünyasının değerli aydınları, sizin hepinizi Azərbaycan Türk Ocağı adından salamlayıram, öz adımdan salamlayıram və simpoziumun təşkilində iştirakı olan, əməyi olan hər bir insana dərin təşəkkürlərimi bildirirəm. Sunuma keçməmiş bir dəqiqəlik bir qısa arayış verəcəm. Bəzən söylənilir, Azərbaycanda Türk Ocağı var mı? Bəli, Azərbaycanda Türk Ocağı var. 1918-20-ci yıllarda Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qədər fəaliyyət göstərib 23 ay. Çox təəssüf ki, Sovetlərin işğalından sonra Türk Ocağı qapanmış. Biz 2018-ci yılda Türk Ocaqları Genel Mərkəzinin səyi ilə Azərbaycanda Türk Ocağını bərpa etdik və Türk Ocağının Azərbaycanda təmsilçiliyi var və eyni zamanda Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları kimi qeydiyyata alınıb. İndi sunumuma keçirəm. Mənim deməli sunumum Azərbaycan istiqlal mücadeləsində Bozkurt fenomenidir. Təbii ki, Azərbaycanın istiqlalının mücadeləsinin müxtəlif tarixi dönəmləri var. Mən qısaca olaraq 10 dəqiqəlik müddətdə 1988-ci yıldan sonra başlanan Milli Azadlıq Hərəkatı və bu azadlıq hərəkatına istiqamət verən, ruh verən Bozkurt və Bozkurtçuluq barəsində danışmaq istərdim. Ancaq buna keçməməzdən öncə 1917-ci ildə Azərbaycanda ilk dəfə Bozkurdu təkcə mifoloji deyil, eyni zamanda siyasi anlamda, dövlət və dövlətçilik anlamda, milli oyanış hərəkatına təsiri baxımından Bozkurda siyasi anlam verən Mehmet Əmin Rəsulzadəni burada anmasam olmaz. 1917-ci yılda Açıq Söz qəzetində Mehmet Əmin Rəsulzadə Çar Rusiyasının devrilməsindən sonra Azərbaycan türklərinin, Türkistan türklərinin istiqlal savaşını anlatan zaman Ergenekon hadisələrini, Ergenekon xatırlayır və türklərin bu artıq Çar Rusiyasının devrilməsindən sonra yeni bir dönəmi başlandığını elan edir və milli dövlətlərin yaradılması ideyasını irəli sürür və simvol olaraq da Bozkurdu götürür. Hürriyyət-i Bahar və Novruz Ergenekon əsatiri ətrafında Mehmet Əmin Rəsulzadə bu duyğularını paylaşır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur və burada da bir məsələri, bir nüansı qeyd etmək lazımdır ki, 18-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də Qafqaz İslam ordusunun bir Bozkurt hərəkatı kimi təsniflandırılması var. Bunun ən böyük anlamı və bugün də Azərbaycanda, yəni bunun Bozkurtların Bakının qurtuluşu, Azərbaycanın qurtuluş hərəkatında iştirakını özündə əks etdirən toponimlər də var. Və bugün həmən Qafqaz İslam ordusunun Bakının işğaldan azad olunması üçün Bakını İngilis, Erməni, Rus, Bolşevik birləşmələrinə qutarılması üçün Bakıya daxil olduğu yeri Bozkurt, yəni Qurt qapısı. Oradan Qafqaz İslam ordusunun əskərlərinin gəlişi şərəfinə məhz Qurt qapısı deyilir həmən ərazilərə. Və bu iki nüansı mən xatırladım və təbii ki 1920-ci ildə 28 Nisan'da Azərbaycan öz müstəqilliyini itirir və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Türkiyəyə və Avropanın müxtəlif ölkələrinə yayılır və 1920-40-cı illərdə, 30-cu illərdə Türkiyədə milliyyətçi quruluşlara qatılırlar. Bunlardan Mehmet Əmin Rəsulzadə olmaqla Almas Yıldırım, Kərim Yaycılı, Mehmet Altunbay, Mehmet Sadiq Aran. Yəni burada Türkiyədə məhz mühacir sifəti ilə iştirak etsələr də onlar qurtuluş Azərbaycanın, ümumiyyətlə Türkistan, türklərinin qurtuluşunu
yenə, yəni qurtuluş yolunu, yəni milli dirənişdə və bozqurtçuluqda o fenomende görürdülər. Qaldırın bir dəqiqə. Deməli, 1941-ci ildə 2-ci Dünya Savaşı başlanılır və təbii ki, 600 min Azərbaycan türkü Sovetlər tərəfindən bu savaşa qatılır. Ancaq, deməli, savaş boyunca könüllü şəkildə, yəni bu 37-ci ilin repressiyalarından, ruslaşdırma siyasətindən əziyyət çəkən Azərbaycan türkləri, İdil Ural türkləri, Türkistan türkləri, bəziləri könüllü şəkildə Alman tərəfə keçir və Azərbaycan deməli taborları formalaşır. Deməli o taborların ikisinin adı biri Aslan olur, biri Bozqurt. Qaldır. Deməli mən sizə dedim bu deməli Türkiyədə təkcə bu türk ocaqlarının quruluşunda Azərbaycan türklərinin iştirakı olunub. Sonrakı Türkiyədə o milliyyətçi hərəkata yön verən insanlarımızdan bir qismi də yəni Azərbaycanlılar idi. Nihal Atsızın ən yaxın silahdaşlarından biri Azərbaycan Xalq Cümhuriyyəti dönəmində millət vəkili olan Mehmet Sadiq Aran idi. O 20-ci illərdə Türkiyəyə gəldi, qatıldı bu mücadilələrə və sonra deməli Nihal Atsızla bərabər bir sıra milliyyətçi dərgilərin çapında iştirak etdi və eyni zamanda Ergenekon yolu, Turan, Finlandiyada Mişel türklərindən bərabər onların dəvəti üzrə getdi və Turan qəzetini buraxdı. Çox təəssüf ki, onları mən biraz bu slayda yerləşdirə bilmədim. Ancaq düşünürəm, hesab edirəm ki, deməli, Mehmet Sadiq Aranın Nihal Atsızla birgə mübarizəsini özündə əks etdirən yeni bir araşdırmalara da çox ciddi ehtiyac var. Qaldırın. 1980 deməli qaldırın bir dəqiqə. Deməli bu Nihal Atsız və bu Mehmet Sadiq Arandır. Bunların çox ciddi şəkildə dediyimiz kimi bağlantıları və ümumiyyətlə Bozqurt və Bozqurtçuluq milli yöndə birgə çalışmaları var. Uzun müddətdən sonra 88-ci ildə Milli Azadlıq Hərəkatı Azərbaycanda bağlananda 3 simvol vardı. Birinci simvol Mehmet Əmin Rəsulzadə, ikinci simvol 3 rəngli Azərbaycan bayrağı, üçüncü simvol Bozqurt. Qaldırın bir dəqiqə. Bu deməli bayraq deməli ilk dəfə 1988-ci ildə Azadlıq meydanına gətirilən deməli Bozqurt simvoludur. Deməli 22 dekabrda Azərbaycanda bu keçmiş Sovetlər Birliyi tərkibində olan Türk Cümhuriyyətləri içərisində Bozqurda ilk dəfə heykəl qoyan da məhz Azərbaycanda oldu. Əbülfəz Elçi bəyin hakimiyyət dönəmində qısa bir müddət kənd təsərrüfatı naziri olan Tofiq Hüseynov, Qara Tofiq, bu Şəmkir rayon icra başçısı, hakimiyyətin başçısı Qazax Tovuz yolu üzərində deməli Bozqurt heykəlini qorudu. Aşağıda deməli Qara Tofiq və həmən deməli silahdaşlarıdır. Deməli bilirsiniz ki, Əbülfəz Elçi bəy hakimiyyəti cəmi 10 ay sürdü və 4 iyun qiyamı 1993-cü ilin 4 iyun qiyamında Rus və Rusların iştirakı ilə hakimiyyətə ələ keçirmək istəyən Sürət Polkovnik, qiyamçı Sürət Hüseynov birinci hədəfi oldu Bozqurt heykəli. Bu Bozqurt heykəlini dağıtdılar. Və bir müddətdən sonra o Bozqurt heykəlinin yerində ancaq Köroğlu'nun heykəlini bir müddətdən sonra qoymağa başladılar. Bu deməli Tofiq Hüseynovun belə bir deməli bu abidənin heykəltaraşları Azad Əliyev və Sahib Quliyevdir və onlar hal-hazırda da həyatdadırlar. Deməli, Qara Tofiqə, Tofiq Hüseynova bu Bozqurda niyə heykəl qoyursan deyərək sual verirlər və o belə bir cavab verir. Deyir, Qarabağ uğrunda qızğın döyüşlər gedir. Belə bir döyüşlərdə Türk düşüncəsini özündə yaşadan bir simvolun abidəyə çevrilməsi əskərlərimizin döyüş ruhunu qaldırmaq üçün çox lazımdır. Qaldırın bir dəqiqə. Deməli, 92-ci ildə, bu da deməli, həmən o mənim səsləndirdiyim statdır, xahiş edən bir də qaldırın. Deməli, 92-ci ildə Azərbaycanda ilk dəfə rəngli sabiq Daxili İşlər Naziri və indi də hal-hazırda millət vəkili olan bizim deməli Aqil Abbasov rəhbərinin ilk Bozqurt qəzeti nəşr olunubdur. Bozqurt qəzetinin deməli səhifələrində Türk tarixi, Türk mədəniyyəti, Türk dünyasının birliyi, vəhdəti ideyaları, ümumiyyətlə milli oyanış ideyaları bu qəzetdə əksini tapır və uzun müddət bu qəzet, yəni həftədə bir dəfə çap olundu böyük formatla
və indi də Sayın tarixləşdi. Bir dakikanız Xahiş var. edirəm, qaldırın, Toparlayınız. qaldırın. Sonra Qarabağda deməli birləşmələrinə qarşı döyüşən Azərbaycan ordusunun könülləri Bozqurd dəstələri yaratdılar və bu Bozqurd dəstələri Qarabağda 91-ci Qarabağ savaşında döyüşdülər. Yəni bu bizim Azərbaycan dövlətinin Azərbaycanın, 1990 bir də deməli Azərbaycanda Bozqurdçuluq ideyası bir də qaldırın, bir dənə deməli Türkeşin Azərbaycana Milliyyətçi Hərəkat Partiyası başbuğumuz Alparslan Türkeşin Azərbaycana gəlişi və Əbülfəz Elçibəyə Azadlıq meydanında verdiyi dəstək ilə bağlıdır. 1 milyon insan həmən dönəmdə Alparslan Türkeşi qarşıladı və Bozqurd işarəsi göstərdi. Bozqurd işarəsi sonradan da bu ümumən Türk dünyasının da bir birlik simvoluna, Türklərin özünün ifadə simvoluna çevrildi. Yəni bu 1988-ci ildən ta başlanan və 1993-ə qədər gedən bir dönəm idi. Azərbaycanda bu dövlət, ümumiyyətlə milli dövlətçilik və milli müstəqilliyimizin müdafiəsi baxımından Bozqurd və Bozqurd ideyalarının bir fenomen olaraq öndə olması məhz bu cürə, yəni faktlardan ibarətdir. Bu deməli bunu dedim, bunu da qaldırıb bu hekayəni deməli. Bunu da yəni mən 1988-93-cü illərə qədər yəni əhatə eləməyə çalışdım. Bəziləri təbii ki, işlərimizin çoxluğundan bəzi fotoları, sənədləri bura yerləşdirə bilmədik. Üzürlü sayın, mən sizin hər birinizə təşəkkür edirəm. Ürəkdən simpoziumun işinə uğurlar arzu edirəm. Bozqurd Türkləri birləşdirən ən böyük dəyərdir. Var olsun bu dəyər.